Hər vaxtınız xeyir, sevgili soydaşlarımız. Necəsiniz? Çalışın, salamat olun. Salamat olmaq hər birinizin öz ovucunuzdadır. Yumarsınız, salamatlıq dəf olub gedər. Açarsınız, salamat olarsınız. İlk öncə, dünən, bugün ayın 25-idir, 25 dekabr. Dünən ayın 24'ü idi. Azadlıq qəzetinin ad günü idi. Bilirsiniz ki, mən də bir müddət Azadlıq qəzetində çalışmışam. Orada öz imzam var. Azadlıq qəzetində, rəhbərlikdə, Azadlıq qəzetinin heyətində sevmədiyim insanlar olsa da, Azadlıq qəzetini mən çox sevmişəm. Çünki dediyim kimi, orada imzam olub mən. Və Azadlıq qəzetinin ad gününü təbrik edirəm. İkinci, qarşıdan yeni il bayramı gəlir. Hər birinizi bu yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Arzum budur ki, uca Tanrımız, gök Tanrımız xalqımıza, millətimizə firavanlıq, azadlıq, qəzetin adında olduğu kimi azadlıq və mutluluq versin. Və keçirik ikinci məsələyə. Demək, bugün bir video izlədim mən. Bir jurnalist var. Jurnalistin adını sizə deyim indi. Tural Səfər. Tural Səfər. Deyəsən, hakimiyyət yönlü jurnalistdir. O Tural Səfərlinin bir videosunu izlədim. Onun çağırdığı qonaq Yaputat Elman Nəsirov idi. Elman Nəsirovla nəyi müzakirə edirdilər? Ramiz Mehdiyev olayını müzakirə edirdilər. Və orada bu Yaputat Elman Nəsirov bir məsələ haqqında danışırdı. Bir adamın bağ evi haqqında. Ki, Mərdəkanda bağ ev var. Tural Səfərli də soruşdu ki, Ramiz Mehdiyevin bağ evi, dedi yox, Əli Kərimlinin. Bu Əli Kərimlinin bağ evi deyəndə Tural Səfərli sanki güya diksindi, dedi, nə? Əli Kərimlinin bağ evi? Belə bir söz dedi. O qədər əcayib, gülməli göründü ki, bu jurnalistin, bax, bu qədər təlatumlu bir cavabı ki, nə? Əli Kərimlinin bağ evi. Əzizlərim, Azərbaycanda hər bir kəsin birinci növbədə bağ evi olmalıdır. Neft-qaz ölkəsidir. Bağ ev deyərkən heç də dəbdəbəli Kəmaləddinin bağ evi kimi bağ ev nəzərdə tutulmur. Məsələn, mənim də bir bağ evim ola bilər. Gedərəm, kənarda bir yer götürərəm, iki sot yer. Orada ya taxtadan, ya daşdan bir balaca bir ev tikərəm və həyətyanı sahəm olar ki, orada ağaclar əkəm, tərəvəzlər əkəm, məşğuliyyətim olsun, biraz rahatlıq tapım. Bağ ev deyən kimi bu jurnalist Tural Səfərin ağlına, bilirsən, bağ evi, Azərbaycanda bağ evi deyəndə o dəqiqə böyük bir malikanə gəlir də, bağ evi. Yer gəlmişkən bu günlərdə bu Bəylər Əyyubovun, qardaşı oğlu Ruslan Əyyubovun, nə bilim, 15 hektarlıq sahədə, ərazidə bir bağ evinin şəkilləri paylaşılır bugün. İndi Elman Nəsirov onun haqqında deyə bilər. Çünki artıq o vurulub. Ruslan Səfərov, Ruslan Əyyubovu həbs ediblər. Bəylər Əyyubovun qardaşı oğlunun. Ramiz Mehdiyevi ev dustağındadır. Elman Nəsirov onu da deyə bilər. Kimi tutmayıblarsa, tutulmayan günə qədər onu Elman Nəsirov deyə bilməz. Çünki o ağzı, dodağı, dili kilidlənmiş bir yaputatdır. Millət vəkili, dırnaqarası millət vəkili adını almış bir insandır. İndi məsələn, mən buradan Elman Nəsirova sual edə bilərəm ki, Elman Nəsirov,
Məsələn, Azərbaycanda hansı məmurun bağ evi yoxdur? Hansı nazirin bağ evi yoxdur? Hansı bir komitə sədrinin, prokurorun, məhkəmə hakiminin, polis rəisinin bağ evi yoxdur? Özdə elə belə bağ evi yox ha. Yuxarıda dediyim kimi, balaca bir sahədə bir ev tiksin ki, orada məşğuliyyəti olsun, hərdən gedib dincəlsin, ağaclar əksin, ağaclara qulluq eləsin, tərəvəzlər əksin. Bağ evi deyərkən ağlınıza o dəqiqə Ramiz Mehdiyevin, Kemalettin Heydərovun, Ziya Məmmədovun, nə bilim, o biri məmurların milyonluq bağ evləri gəlməsin. Əzizlərim, bağ evi, məsələn, burada Avropada da bizim bəzi Azərbaycanlı dostlarım var, onların bağ evləri var. Alıblar, çox ucuz qiymətə alırlar, torpaq sahəsində alırlar, orada özləri üçün məşğuliyyət məqsədi ilə ağaclar əkirlər, nə bilim, balaca taxtadan ev də tikirlər, bəziləri daşdan da ev tikə bilər, problem yoxdur, kimin imkanı nəyə çatırsa. Amma o jurnalist Tural Səfərin Elman Nəsirovuna deyəndə ki, Əli Kəriminin bağ evi, o da deyəndə ki, nə? Əli Kəriminin bağ evi? Bədbəx olur. Əli Kərim niyə bağ evi olmasın? Mən burada Əli Kərimi müdafiə üçün demirəm. Mən özüm zaman-zaman Əli Kərimi tənqid edən adamam. Mən özüm vaxtilə cəbhədə olmuşam. Əli Kərim indi həbsdədir. Və Əli Kərimin haqqında hətta bu günləri, məsələn, İlham Əliyevin oğlu Balaca Heydərin Dubaydakı mülklərini də Əli Kərimin oğlunun adına çıxa bilərlər. İlham Əliyevin övladlarının İngiltərədəki o böyük bir kvartalda aldıqları mülkləri də Əli Kərimin adına çıxa bilərlər. Amma sən özünü millət vəkili hesab edirsən axı. Biraz vicdanlı olmaq lazımdır. Vicdan bilirsənmi nədir? O Allah şu dedi, mən vicdanın nə olduğunu bilmirəm. Siz də bilmirsinizmi vicdanın nə olduğunu? Sən millət vəkilisən axı. Deyək ki, bu ölkədə ombudsman yoxdur. Adı var da, ombudsman var. Səbinə Əliyeva, Siyavuş Novruzovun xanımı. 125 millət vəkili var. Adı millət vəkili. Bu adamlardan biri də sənsən. Ay millət vəkili hesab olunan Elman Nəsirov. Sən nə orada oturmuşsan hər gün Ramiz Mehdiyev yıxılmazdan öncə onun haqqında bir kəlmə ləbbeyk etmək qüdrətin var idimi? Yoxdur. Sən və sənin kolleriyaların, o yaptatlar heç vaxt onun haqqında bir kəlmə söz deyə bilməzdiniz. İndi buyurun deyin də, Azərbaycanda indi bugün Bəylər Əyyubovun qardaşı oğlu Ruslan Əyyubov da vuruldu. General, nə bilim, dəniz kömrüyünün nəymiş? Milyardlıq mülkü üzə çıxdı da dəniz sahilində. Nə bilim, 99 minarəli, nə bilim, məscid, nə bilim, nə. Zaten belə demişə, adamlar din örtüyü altında özlərinin əclaflıqlarını davam etdirirlər. İndi hələ onu deyə bilmirsən hələ. Çünki hələ Bəylər Əyyubov vurulmayıb baxır. Əmisi çöldədir. Qardaşı oğlu içərdədir. Ruslan Əyyubovu vurdular, içərdədir, saldılar içəri. İndi sən de ki, buna himayədarlıq eləyən əmsi Bəylər Əyyubov olub. Onu deyə bilməzsən, çünki general Bəylər Ağbaş hələ çöldədir. Deyə bilərsənmi? Qafana sıxarlar sənin. Və yaxud da o biri məmurları, Kemaləddinin mülklərini, Qəbələrin hamısını alıb. Deyə bilərsənmi? Deyə bilməzsən. O biri məmurlar haqqında dediyim kimi məhkəmə hakimləri, polis rəisləri, komitə sədrləri, bank rəhbərləri və yaxud da İlham Əliyevin özünün və övladlarının milyardlıq dünyanın hər bir yerində offshore zonasını, offshore hesablarını kənara qoyuram hələ. Onu deyə bilərsənmi? Sən hansı millət vəkilisən? Utanmırsanmı sənin danışdığın sözdən? Və o jurnalist Tural Səfər nə? Əli Kərimin bağ evi mi? Əli Kərimin bağ evi ola bilməzmi? İsa Qəmbərin bağ evi ola bilməzmi? Niyə? Bu millət üçün az işlər görüblərmi?
İstər İsa Qəmbər olsun, istər Əli Kərimli. Nə olur olsun, illərlə mən onların hamısını tənqid etmişəm. Amma bugün isə həqiqət olaraq deyirəm ki, hər bir Azərbaycan vətəndaşının, nəinki Əli Kərimli, İsa Qəmbərin, o birisi partiya rəhbərlərinin, hər bir Azərbaycan vətəndaşının balaca da olsa, xırda da olsa bağ evi olmalıdır. İstirahət hüquqları var, haqları var. Çünki haqq ediblər onlar. O ölkənin vətəndaşlarıdırlar. Sən nə edirsən, Elman Nəsirov? Hər ay 6-7 min, 8 min Milli Məclisdən pul alırsan sən. Amma bir dəfə bu xalqın əzilən təbəqəsinin haqqını tələb etmisənmi? Və yeri gəlmişkən deyim, öz övladın da səndən gileylidir. Mən ailə məsələsinə qarışmıram. Amma sən bu günləri durub deyirsən ki, Əli Kəriminin Mərdəkandakı bağ evi aparıb göstərə bilərsənmi? O keçən dəfə o keçmiş eks bir şey vardı, o Lider TV-nin aparıcısı Etibar Hüseynov, keçmiş yaputat. O da Azərbaycan xalqının az nifrətini qazanmadı. İndi süddən çıxan ağ qaşıq olub. Gedib, nə bilim, haradasa Qəbələdə idi, haradasa Ramiz Mehdiyevin mülkünü güya üzə çıxardır. Həmin Etibar Hüseynov. Düşüş bir hərəkətlə orada şəkillər çəkir, videolar çəkir. Güya bu ev algı satısı, nə bilim, nə idi. İndi o Etibar Hüseynova da deyən lazımdır ki, ged indiki o yuxarıda adlarını çəkdiyin məmurların bağ evlərinin videosunu çəkə bilərsənmi? Gönlünü soyarlar sənin, gecə ilə. Gönlünü niyə görə deyirəm, dərini demirəm. Çünki dəri insanda olur. Gön isə heyvanda olur. Heyvan olmayın, insan olun. İnsan, sən özünü millət vəkili adlandırırsan. Amma hələ də bir kəlmə də olsun bu millətin əzilən təbəqəsinin haqqını tələb etmirsən və özün də gözəl bilirsən ki, Ramiz Mehdiyev olayı nədir? Ramiz Mehdiyev bu hakimiyyətə sonuncu sədaqətini həzm etdirir. Sonuncu sədaqətini göstərir. Ramiz Mehdiyev ev dustağıdır. Villasında, milyonluq villasında keyflə yaşayır. Amma bir adamları verir, adlarını verir. Hakimiyyət kimi deyirsə onu da verir ki, filankəs vurmaq lazımdır. O, Ramiz Mehdiyev bəlkə də ağır xəstədir. Deyib ki, ölənə qədər mən Heydərizmə xidmət edəcəm. Son xidmətlərinidir. Sən də bunu gözəl bilirsən, Elman Nəsirov. Çox xahiş edirəm, məni izləyənlərdən mənim bu videomu Elman Nəsirova göndərin. Bəlkə öz də baxacaq. Çünki sosial şəbəkədə açıqdır, hər kəs baxır. Heç kimi təhqir etmədən, heç kimə acı söz demədən həqiqətləri söyləyin hər zaman. Və həqiqət hər zaman sizinlə olsun. Bir daha yeni il bayramınız mübarək olsun. Və həbsdə olan bütün siyasi məhbuslara azadlıq tələb edirəm. Tələb edirəm. Xahiş etmirəm. Çünki xahişi onda edərlər ki, o adamların bir günahı olar. Heç bir günahlar olmayıb. Yeri gəlmişkən, amnistiya aktına güya 20 min dustaq azadlığa çıxdı. Yalan sözdür. Araşdırsaz, yalan üzə çıxacaq. Məsəl üçün, ömürlük həbsdə olanlardan kim çıxdı? Məsələn, Elçin Əmrəslanovu yazı adam orada çürüyür. Ömrünün son günlərini bəlkə də yaşayır. Bir də Qudrət Həsənquluyevin qardaşını qətlə yetirən var. Mən bir dəfə onun haqqında canlı yayım etmişdim. O da içəridə qaldı. Hansı ki, onun ən azı, təkrar edirəm, ən azı 15 ildən çox, ən azı, bütün cinayət məcəlləsinə görə 15 il də ola bilməzdi. Məsələn, Avropa ölkəsində elə bir cinayət törədilsəydi, ən azı 5-6 il cəza verərdilər. Çünki o da qanunsuz silah saxladığına görə. Qudrət Həsənquluyevin qardaşını öldürən adam
ölən adam onun obyektinə hücum etmişdi. O da özünü qoruma məqsədi ilə müdafiə etmişdi. 3 nəfər gəlmişdilər. O da içəridə qaldı. Bu qədər ədalətsizlik olmaz. Bu ədalətsizliyin nə zamansa astarı da görünəcək, üzü də görünəcək. Və Elman Nəsirov, biraz vicdanlı olun, xahiş edirəm. Xahiş də nəyə görə edirəm? İnsanlıq təbəqəmə görə, insanlığıma görə. Yoxsa səndən xahiş edilməz. Vicdanın olsun, insafın olsun, mürvətin olsun, millət vəkili adını daşıdığına görə biraz da məsuliyyətin olsun. Sağ olun, bayramınız mübarək, əziz soydaşlarım.